gün Qarabağda gedən böyük inşaat projelerini görəndə, Qarabağın dirçəlməyini görəndə biz bir daha əmin oluruq ki, Azərbaycan özü öz gücünə torpaqlarını azad da edə bildi, torpaqlarını çiçəkləndirdə bildi, torpaqlarının əsl sahibi kimi bugün dünyada öz siyasətini aparır. Bugün Azərbaycan artıq dünyanın ən ünlü, ən güclü ölkələri ilə yan-yana duraraq öz sözünü qətiyyətlə deyə bilir, sayılır, seçilir və bugün əlbət ki, bu nailiyyətlərin hamısını görəndə, bu şərəfli yolun, uzun bir yolun sonluğunu, gözəl sonluğunu görəndə əlbət ki, biz fəxarətlə deyə bilərik ki, biz Azərbaycan vətəndaşıyıq və bu fəxr ilə deyilən sözləri mən elə bilirəm ki, bizim nəsillərimiz də qulaqlarında sırğa eləyərək bilməlidirlər ki, o dalğalanan üçrəngli bayraq bir daha enməsin deyə Azərbaycan azad, asudə, dünyada tanınmış bir ölkə, sayılan bir ölkə olmaqdan ötəri biz öz səylərimizi əsirgəməməliyik. Yaşasın Azərbaycan, yaşasın müstəqil, azad vətənimiz. Həmişə onun başının üstündə o üç rəngli bayraq dalğalansın. Çünki bugün biz bir daha həm də şərəflə deyə bilərik ki, biz suverenliyimizi, konstitusiyada təsbit olunan o maddəmizi nəhayət ki, əldə eləyə bildik. Yaşasın Azərbaycan.